metroya kefil adamları bırakmırıq. Ay yoldaş, başa düşmədin. Dedim ki, metroya kefil adamları bırakmırıq. Niye mənə belə baxırsan? Gel görüm, gel. Gel. Ay yoldaş, buraya gel. Ha. Bağışlayın. Orada vagonlar yerin altında özü için o yana gidir, bu yana gidir, o yana gidir, bu yana gidir. Ha? Ha. Yani sen pillekanların üstünde, pillekan seni kaldırır. Yukarı, aşağı, yukarı, aşağı. Ha? Bəli. Hamı belə deyir. Bu yana gedir, o yana gedir. Bu yana gedir, o yana gedir. Ha? Bura bax. Bakıda neçə ildir metro işləyir. İndiyə qədər metroya minməmsən? Ha? Niyə ki? Qoyursuz ki, Pronuncio giusto il tuo nome proprio pai. Pai. Sul tuo pianeta dimmi il reggae te lo fai. dayan, eleme. Eleme bu saat. Bu saat ben, bak. Görsen, ha bak. Bu ne? Burayı. Aa, bak. De bak. Poi c'è si spara o no, la grana c'è. Ha. İsmi? Yok. Pai. Ah sen benden ne istiyorsan? Pai. Hiç ne?
İmza. Tu l'amore sul Gol çek. Gol çekin. bye 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 bye. Non ho capito bene un uomo tu ce l'hai. Oğul bala, kurban sana. O nikah azıydı, gol çektirdin mənə, ha? Bu 6 ay sənin qəbulunda boynumu büküb imzasını həsrətlə gözlədiyim ərizə. Her gün bir cilde girir, her yeni arşın malçı. Olub iş yerlerimiz, məskən arşın malçı. Təzə bəzzaz, təzə baqqal, təzə dəllal yaranıb. Matah mallar madamı, nazənin arşın malçı. O idarə, bu idarə, doymayan gözə nə çarə? Qayıdır bir də dubarə, həmin arşın malçı. Oradan gelip çıktı. Nereden asar? Bəsdi sürdün səfanı, indi də gəl çək cəfanı. Sudan quru çıxmağın yox kəmi arşın malçı. Mat qalıb indi hamı, matah mallar madamı, müdirin ev adamı. Hay səni arşın malçı. Ne olub görəsən? Ne bileyim? Gəlir. Bəh, bəh, bəh. Ay yox, bu elə-belə həngamıya oxşamır. Ne bileyim ben de senin için. Aa, neftçini karşılayırlar. Bu EFA'nın kubuk niyalı. Yenə kubok alır. Salam. Sağ ol. Tebrik ederim. Siz milyonuncu sürücüsünüz ki yol hareketi kaydılarını bozmamışsınız. Buyurun. Bu da mükafat. Özü de Bakı kampelidir. Təbrik. Çok sağ ol. Buyurun. Təşəkkür edirəm. Bir dəqiqə, xahiş edirəm, xırdanızı alın, sonra gedin. Bu yaxında bir nəfər də xırdasını almadı, yügürdüm dalıcan tapa bilmədim. Elə indiyənəcən onu axtarıram. 24 qəpik. Çox sağ olun. Buyurun. Hoşunuza geldi.
Salam əleykum. Aleykümselam. Mənə kostyum lazımdır. Ölçüsü 50 rosli dön. rengi Mümkünsə boz. iş yolu ya toy bayramçı. Toy bayramçı. Oldu baş üstə. Jiletlə ya jiletsiz. Jiletlə olsa lap əla olar. Necə istəyirsiniz? Yugoslaviya, Fransa, Gollandiya, Üzr Polşa, istəyirəm, Bolqariya. üzr istəyirəm. Sizdə özünüzünki necə? Valadarski fabrikası. Valadarsk. Mümkünsə. Özüm ölüm yoxdur. 4 dənəsini almışdıq, axırıncı yoldaşa qismət oldu. Neynəmək olar, fabrik çaxdırmır. Gələn kimi qurtarır, tələbat böyüdür. Yugoslaviya, Belçika, Gollandiya, Finlandiya, Portuqaliya, Fransa, Yaponiya, İngiltərə. Sağlıqla geyinəsiz. Çox sağ olun. Sağ olun. Xoş gəldiniz. Angliski. Daha keçib. Bük angliski. Mən səsim Karlovarıdan gəlir. Gəldim, zəngi bastım, qoşum dedi, istirahətə getmişsən. Septopka tapılır ki, məcbur olub oraya getdim. Yox, nə olar ki, orada pis deyil. Çox sağ ol. Yaxşı, bizim bu Jekdən nə şikayətin var, hə? Çox sağ olun, biz sizdən çox razıyıq, sağ olun. Əli. Ha, bura bax, Əhəd müəllim, bura bax. Əhəd müəllim, gəlin bəlkəm səhərci bir yaxşı rakımına, yaxşı unitaz, yaxşı Çox sağ olun, müalicə hamısı qoydum. sazda ehtiyac yoxdur, sağ olun. Mən ölüm əlasından dua, importlu çək. Sağ olun, sağ olun. Əhəd müəllim, bəlkəm onda sənin üçün bir yaxşı plita qoydurdurum. O da əladır. Çox sağ olun, tezə qoydurmuşsunuz, çox sağ olun. Onda xahiş edirəm, icazə ver gəlim evini təmir eləsin. Keçən kvartal eləmişsiniz axı, lazımdır. Elə hamı sən deyəni deyir. Bəs mən neyniyim? Keyfiniz yoxdur nəsə. Musiqisiz nə kef ola bilər? Sarı simin aşığı qırılıb. Sarı simin. Azad bir quşdur, yuvamdan uçdu. Əzizin yüzdü yollar, aynadı düzdü yollar, düzdü yollar. Əzizin yüzdü yollar, aynadı düzdü yollar, düzdü yollar. Daha sınır maşının, daha sınır maşının, sağ olsun güzgü yollar. Daha sınır maşının, daha sınır maşının, sağ olsun güzgü yollar. Hər yanda, hər tərəfdə, Yeddidə gündür hafta. hər yanda, hər tərəfdə. Ya la 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 la. Əzizim ya işlədim, ya usta ya müşteri, ya müşteri. Əzizim ya işlədim, ya usta ya müşteri, ya müşteri. Kışa qalıb soyumur, kışa qalıb soyumur, ay nurun ya işləri. Kışa qalıb soyumur, kışa qalıb soyumur, ay nurun ya işləri. Her yanda her tarafta yettice gündür hatta. Her yanda her tarafta yettice gündür hatta.
şadlığım. Bolluk ayıp kıttığı, bolluk ayıp kıttığı, görünür ne sahtığı. Bolluk ayıp kıttığı, bolluk ayıp kıttığı, görünür ne sahtığı. Her yanda her tarafta, yettice gündür hafta. Buyurun. Çok sağ olasın. Bunu kırdasını yeni kaytarmadı. Yaş 24 köpük kaytarmalı sen. Stop. Yavaş. Bu kadar fazla bizden kalmayı oldu. Fazla git bak bir kapı git bak. Manastır veriyor. Alınmır ben neyini? Yavaş. Bugün bir eğilin Ömer hadi. Helelin inandırıcı olsun da. Hansı taksi şoförü xırda veririk? Toyuqları bax biz burada saxlayırdıq. Necə? Burada? Bəli, saxlayırdıq nədir? Öz doğma balamız kimi bəsləyib əzizləyirdik. Elə mehriban, elə gözəl toyuqlar idi ki, ancaq bu yerlərin bir qənimi var, o da küləkdir, külək. Külək deyil, əsən fələkdir. Toyuqlarımızı elə öpürüb aparıb ki, bir də qalmayıb sizə göstərək suvenir kimi. Baxın, burada bir toyuq görsəz, buyurun, tüpürün üzümə. Mən sizdən heç bir şey gizlətmirəm. Kaş buradakı fermanı əvvəllər görəydiniz. Ürəyiniz dağa dönərdi. Səliqə, səhman. Mən burada fəhlələr üçün hər cür şərait yaratmışdım. Yaxşı, bütün bunları bildik. Bəs inəkləriniz hardadır? Rayona verdiyiniz məlumatlarda göstərilən inəklər. Amansızcasına, insafsızcasına 40 gün 40 gecə əsən külək 203 baş malı Xəzər kimi süpürüb apardı. Bundan da böyük faciə ola bilərmi? Yaxşı, bəs bu nədir? Belə məlum olur ki, qoyunçuluq fermasından qalan təkcə bir qoyundur. Bəs necə olub külək bunu apara bilməyib? Amansız küləyə qarşı ancaq o qoyun tab gətirə bildi. Fəqət külək onun başını kəsdi, dərisini soydu. Buyurub, nuş edə bilərsiniz. Çox sağ olun. Bizə hər şey aydın oldu. Küləklə kəsilən qoyunun əti elə havadan buluddan olar. Xudafiz. Ayami, buranın müdürünü harda tapa bilərik? Təzə müdür göndərməyiblər ayol. Köhnə müdürümüzü isə külə yapardı. Buradan çox uzaqlara. Hansı külək? Kələ ilə arası olmayan külək. Bakı şəhərinin mərkəzindəki Azərbaycan kinoteatrının yanından keçənlər
təəssüf hissi keçirməyə bilmirlər. 2 milyona yaxın əhalisi olan böyük bir şəhərdə cəmi 21 kinoteatr var. Ən yaxşılarından biri də budur ki, bu da 2 ilə yaxındır Bakı Şəhər İcraiyyə Komitəsinin xüsusi təmir tikinti idarəsinin günahı üzündən qapısı bağlı qalıb. Tikinti rəhbərləri 1986-cı ildə qollarını çırmalayıb işə başlayanda dedilər, burada nə var ki? Dekabrın 31-nə kimi kinoteatrın təmirini başa çatdıracağıq. Vaxt tamam oldu, vədə yerinə yetmədi. Dedilər, qalsın bu iş 1987-ci ilin aprel ayına. Apreldə gəldi keçdi, mayda, iyunda, kinoteatrda indiyədək qalıb bu gündə. Təkcə onu demək lazımdır ki, təmir zamanı kinoteatr 3 milyon tamaşaçı yanında üzü qara qalıb. Daha doğrusu, Respublika Kinolaşdırma İdarəsinə 1,5 milyon manat zərər dəyib. İndi də 1988-ci ilin yanvar ayında vəziyyət göz qabağındadır. Zallarda, fayədə işlər tamamlanıb, zirzəminin suyu isə təzə qurudulub. Xüsusi Təmir Tikinti İdarəsinin müdiri Vaqif Şahməmmədov da söz verir ki, мы знаем, что этот кинотеатр бакинцы ждут и обязуемся завершить его 15 апреля этого года к началу Всесоюзного фестиваля кино в городе Баку. Nə deyirik? Tək ki, heç olmasa bu vədiniz yerinə yetsin. Mədəniyyət Nazirliyinin Elmi Bərpa Mərkəzi. Bu ad altında Respublikamızda yaradılmış bərpa mərkəzi, üzlərdən İraq, mən deyərdim, bərpa mərkəzi bu vəziyyətdədir. Nə vəziyyətdədir, orasını demək artıqdır. Hər şey göz qabağındadır. Bu məscidi çevirib bərpa mərkəzi eləyənlərin nə Allahdan qorxusu var, nə sənətə hörməti. Məlumdur ki, dünyanın hər bir yerində və o cümlədən bizim ölkəmizdə də bərpa mərkəzləri yaradılmışdır. Sənət əsərlərinin də insanlar kimi tibbi müalicəyə böyük ehtiyacı var və bu mərkəz məhz bu işlə məşğuldur. 30-dan çox əməkdaşı olan Elmi Bərpa Mərkəzi illərdən bəri bu gördüyünüz şəraitdə fəaliyyət göstərir. Qətiyyən mümkün deyil ki, belə şəraitdə sənət əsərləri, muzey sərvətləri bərpa olur. Ayrı-ayrı sənət növlərinin özünün öz iş otaqları olmalıdır. Görəsəm, elektrik rəndəsi işə düşəndə vəziyyət necə olur? Bəli, bu səs-küydə, qatma qarışıqda, ayaq basmağa yer tapılmayan bu basabasda, bu cürə hay-hayı gedib vay-vayı qalan köhnə, qədim xalçaları, rəsm əsərlərini, bəzək şeylərini təzədən dirildib, cilalayıb bərpa eləmək özü qəhrəmanlıqdır. Hələ bu harasıdır? Əsl həngamə kimyaçılar işə başlayanda olur. Kislatanın iyindən, qoxusundan baş çatlayır. Biz hələ zəhərlənmək qorxusunu demirik. Görünür, buranı bərpa mərkəzi eləyənlər o fikirdədir ki, incə sənət qurban tələb eləyir. Проблем у нас очень много. Но для нас самая главная проблема – это помещение. По поводу помещения Министерство культуры Азербайджанской ССР и также дирекция Центра научной реставрации писали во многие инстанции. В Баксовет, в Горком партии. И в течение 6-7 лет отрицательные ответы. Çox yerə üz tutdunuz, çox yazdınız, çox çalışdınız, eşidib kömək eləyən olmadı. Bəlkə bundan sonra Bakı Şəhər İcraiyyə Komitəsi bu dərdə çarə tapacaq. Bərpaçıların bu bərbad vəziyyəti düzələcək. Sağlıq olsun.
Oy, bismillah. Ah. 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 Ağız ne olur? Anama bir şey olur. Etti de. Uşaqlar. Yok. Su. 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 Allah özü kömüyor. Bir şey. Alo. Bak fotoğrafı de. Bak. He. Ay kardeş. Ay yoldaş. Ay sana kurban olun. Xahiş eləyirəm. Bizim sakit həyatımızı pozmayın. Biz yazıqlar vedrə ilə o qədər su daşımışıq ki, vərdiş eləmişik. Uşaqlar su daşımaqdan idmançı olub. Qaynanamın bel ağrısı keçib. Lap 16 yaşında qız oxşayıb. Artıq dərəcədə xahiş eləyirəm. Suyu bağlayın. Qoyun rahat yaşayaq. İçmez bellim. Düşende pul verme, çattı. Nə zəhmət çəkirdiniz? Özüm verərdim. Çox sağ ol. Eşayip değil. Yavaş da. Salam verik profesör. Her vaxtınız Salam. xeyir. Deyəsən tanımadınız ha? Yox. Mənəm də səhər avtobusda şotunuzu verdim ha. Şoför sizdən pul istəmədi ki. Elə hayasızdılar ha. Yox. Yox. İstəmə. Deyirəm də, şoförlərin arasında vicdanlıları var. Profesör! Hoş gördük. Haralardasınız, görükmürsünüz. Səhərdən dostlarımı inandıra bilmirəm ki, avtobus sürücülərin arasında da vicdanlıları var. İnanmırlar. Deyirəm, bax, o gün avtobusda professorun da şotunu verdim, düşdüm. Şoför də sağ olsun, ondan pul istəməyin. İnanmırlar. Soruşun da. Düzdür. Olub. Hikmet Bəllim! Siz için yer saxlamışam, ey! Hara gedirsiniz? Siz için yer saxlamışam. Hikmet Bəllim! Hikmet Bəllim! 13 nömrəli məktəbin pioneri Vüqar Mirzəyev. Dayday, ora 5 qəpik atmaq lazımdır. Bax, bu da 5 qəpik. Akşamın xeyir profesör. Salam verirəm. Hoş gəlmişsən. Mən çay gətirim. Əyləşin. Senden bir söz soruşum. Buyur.
Qonşuların kimlərdir? Necə adamlardır? Sakit, çox təmiz adamlardır. Hə. Əhmədov Yaqubu tanıyırsan? Hə, qapı bir qonşumdur. Hardasa rəysal işləyir. 8 qızı var. Hə, xeyir işləyir. Başa ki, elçiliyə gəlmişsən? Yox. Elə belə. Onunla da bir balaca söhbətim var. Ha, bu saat çağırın. Mənim gözüm üstə. Solmaz xanım, oradan yağıb kişiyə gəlsin bizə. Mən bilmək istəyirəm ki, siz son 2 həftə ərzində öz pasiyentlərinizdən nə kimi rüşvət almışsınız? Siz necə bir baş həkim, yaxşı bilirsiniz ki, mən heç vaxt xəstələrdən rüşvət almıram. Yenə də olsun, fikirləşin. 2 həftə bundan əvvəl mən ağır cərrahi əməliyyat eləmişdim. O qızın babası, siz onu yaxşı tanıyırsınız, bizə gəlmişdi. Bir qoyun cəmdəyi, bir yeşikdə nar gətirmişdi. Biz etiraz elədik Solmaz xanımla, amma... Hə, Abuzəri mən məcbur elədim. Çox səsini də elə qonşuya verdik, qapı qonşuya. Bir də siz bilirsiniz ki, mən professor Solmaz xanım da Dassen, bizim aldığımız maaş özümüzə çatır, bizim kimimiz var ki? Bu məktubların hamısını bugünkü axşam poçtundan almışam. Yazır ki, alınan paylar o qədərdir ki, professoru yiyə bilmədiyini qonşulara paylayır. Əgər ölçü götürməsəz, lazım olan orqanlara yazacağım. Bax, bunların hamısını sənin qapı qonşun yazıb. Yaxub? Professor, axı mən sizi yaxşı tanıyıram. Əgər tanımasaydım, tanımayanlar inana da bilərlər. Böyük yazıçılardan biri yazır ki, ləyaqətsiz adamam, həqiqəti söyləməm. Eşidirəm sizi. Mən sizin yanınıza gəlmişəm. Gözlərinizdən görürəm ki, mənə ehtiyacınız var. Danladılar, təhqir elədilər, hə? Sonra da ki, qovdular, hə? Plan böyük, məhsullar da ki, bırak. Zamanə başqa şey tələb edir, yaş da ki, ötür. Cəmaatın arasında narazılıq salmaq lazımdır. İntriqalar yaratmaq lazımdır. Cəmaatı çaxnaşdırmaq lazımdır. Miting çağırmaq lazımdır. Bəli, bəli, onda siz diqqət mərkəzində olarsınız. Sizə qayğı çoxalar, təchizatınız düzələr, işlərinizdəki lap yağ kimi gedər. Sən, siz? Mən. Bütün bu işləri sənin üçün bir həftəyə görürəm. Bir həftəyə? Bir səsküy qaldıraram ki, sədası illərlə gələr. Siz kimsiniz ki? Mən? Mərdim Azar. Başa düşmədim. Kim? Mərdim Azar. Eşidirəm. Yanına bir nəfər gəlir. Onu işə qəbul elə. Bakının gözəlliyinə söz ola bilməz.
Neapol'a da bənzəyir, Min bir gecə nağıllarındakı əfsanəvi şəhərlərə də. Bakı unikal şəhərdir. Onun unikallığı ondan ibarətdir ki, burada həm milli memarlıq və həm Avropa memarlığı birləşir. Biz bu abidələri lazımdır göz bəbəyi kimi qoruyaq, saxlayaq. Amma qoruya bilirikmi? Sizə iki məsləhətimiz var. Birincisi, bu gözəl binaları qonaqlarınıza uzaqdan göstərin. Çünki yaxınlaşanda bu yaralı binaların hıçqırıqları ürəyinizi ağrıdacaq. Necə deyərlər, qonaq yanında xəcalətli qalacaqsınız. Xəcaləti düşməniniz olsun. Daha doğrusu, qoy bu gözəlliyin sinəsinə belə çalın çarpaz dağ çəkənlər utansınlar. Amma Bakı bizim ümumi evimiz olduğu üçün az-çox bizə də pay düşür. İdarə və müəssisələrin adlarını bildirən lövhələri asmaq üçün görün bu yazıq binalara nə divan tutublar. Əgər bu binanın dili olsaydı, sifətində açılmış bu çapığa görə kim bilir nələr deyərdi. Bir də ki, 100 desin, eşidən var bəyan. İkinci məsləhətimiz. Çalışın qonaqlarınız dəhlizlərə girməsinlər. Hərçənd qonaqları heyrətləndirəcək dəhlizlərimiz az deyil. Hərəsi bir muzey, bir şəkil qalereyasıdır. Digəl, onlar da bədnəzərdən yayına bilməyirlər. Baxımsızlıq ucbatından cızılıb pozulan bu sənət əsərlərini qaranlıq gizlətməyə çalışır. Qarayev küçəsi 8 nömrəli binanın dəhlizindəki əvəzsiz mənzərələri örtbasdır eləmək üçün üstündən elə rəng çəkiblər ki, dünyanın bütün bərpaçı rəssamları yığırsa da heç bir əlac eləyə bilməzlər. Asab Zeynallı, Gertsen, 1 May, Paluxin küçələrinin binalarının dəhlizlərində də örtbasdır üsulundan məharətlə istifadə ediblər. Bu əlacsız məsləhətimizə gülmüyor. Neyniyək? Hələ ki, gücümüz buna çatır. Ancaq heyf, heyf, heyf. Günəşli qəsəbəsində günəş üzünə həsrət qalan adi bir bina var. Ancaq bu binanın sakinlərinə heç də adi demək olmaz. O səbəbdən ki, bu sakinlər görmə qabiliyyətini itirmiş əlillərdən ibarətdir. Bu xəstə azı bir 2 aya qədər müalicə olmalıdır. Demək, xəstə əmək qabiliyyətini itirmişdir, hərəkəti yoxdur, yeriyə bilmir, bel funksiyası pozulubdur, özünə xidmət edə bilmir. Bu xəstə üçün əlbəttə ağır haldır. Külək əsirdi həmən günü, mən də işə getməliydim. Gəldim, nəysə yolu bir balaca çaxışdım. Ayağımı atdım, elə gördüm ki, getmişəm. Biber vermişsən, heç görmürsən? Yox, yəni bir balaca işığı selirəm. Bəs bu məsələyə görə siz müraciət eləməmişsiniz? Eləmişik, biz bütün şeylərə, bu işlərlə əlaqədar olan bütün təşkilatlara da müraciət eləmişik. Hələ ki, bizim şikayətimiz bir nəticə vermir. Yola diqqət yetirin. Böyük bir laqeydlikdən xəbər verən bu yol-yolağa gözü görən adam üçün təhlükəli. Bəs bir çarə görməyən neynəsin? Bunu da deməliyik ki, olan olmaz bu yolu da əlillər imkanları sayəsində özləri düzəldiblər. Neynəsinlər? Gəlib necəsə öz binalarına çıxmalıdırlar, ya yox? Özdə mümkün deyil deyən də yoxdur. Deyirlər ki, mümkündür. Hamısını eləmək olur, amma eləyən olur. Müraciət eləmişsiniz, yazmışsınız? Bakı Şəhər Soveti İcraya Komitəsinə, sonra Tikinti Mexanizasiyası İdarəsi var şəhər üzrə, Rayon İcraya Komitəsi, komendantlığa müraciət olunub. Mənzil istismar şöbəsi necə baxacaq? Bir vətəndaş kimi nə deyə bilərsiniz? Bir vətəndaş kimi deyə bilərəm ki, bu şikəst adamlardır, əlillərdir, bunlara biz kömək eləmək bizim borcumuzdur. Bizim hələ ki, bura gəlmişik bir təzəyik burada. Borc deməkdən başqa nə eləmək olar? Biz onu eləmək olar ki, məsələn, biz bu sakinlər, bu binanın sakinləri hamısı köməkli bu yolu çəkə bilərik öz qüvvəmizlə ancaq. Bilirsiniz ki, burada sırağa gün bir nəfər yıxılıb,
Onu biri sırağa gün bir nəfər yıxılıb. Bu yıxılıb hansı ki bizə bu yaşıllıq zonası da orada yıxılıb. Ya başqa yollar Yaşıllıq var mı burada? Yaşıllıq var, biz onu bərpa edirik. Bəs yaxşı, bizim vicdanımıza nə gəlib? Bax, siz təşkilatların vicdanına nə gəlibdir? Gözü görməyən, işıqdan məhrum olan adamlara kömək eləmirik. Bəs bizim vətəndaşlıq qayğı keçliyimiz harada qalıbdır? Elə yalandan televiziyada deyirlər ki, hə, düzələcək, belədir, elədir, heç bir şey də yoxdur. Bunun axırı olacaq ya yox, bu bir-birimizi anlatmanın axırı olacaq ya yox. Nə olmalıdır? Daha indi əgər doktor deyirsə qalmalıyıq. 2 ay burada gərək müalicə olunaq. Sonra da təəssüf ki, yenə daş ürəkli, soyuqqanlı adamların qapılarına düşməli olacaq. Bütün dünya rəhimdillikdən danışdığı bir vaxtda belə bir iganəliyi heç kim, heç Allah da götürməz. Rəhmə gəlin. Rəhmə gəlin. Salam, mənim həmvətənlərim. Hatəm, üzünü görək. Bu saat məni yuxarı çağırdılar, necə lazımdır dərsim verdilər, əcəb elədilər. Dedilər ki, sən özün yenidən qurulmalısan. İşçilər səndən şikayət edirlər, yenidən qurulmalı başa düşməmsən. Dedim, axı bu materiallar bizdə yoxdur, mən necə edeyim? Dedilər, bu dövrdə sənin dilinə gərək yox kəlməsi gəlməsin. Bundan sonra mənim dilimdən yox kəlməsi eşitməyəcəksiniz. Kim material üçün gəlsə, növbədən kənar buraxın içəri. Mən nə vaxta kimi sizin qapınızda qaravul çəkəcəyəm? Biabırçılıqdır. Nəhayət mənim şefer kağızıma qol çəkəcəksiniz ya yox? Ver mənim həmvətənim, ver. Mən sənin kağızına təcili qol çəkəcəyəm, əcəb deləyəcəyəm. Следующий. Salam aleyküm. Biz bundan sonra belə işləyəcəyik, əcəb deləyəcəyik. Familiyam? Məmmədov. Mən bir il gözləyirəm. Əcəb edirsən. Biz xahiş edirik ki, Məmmədov yoldaşı 300 metr taxta verəsiz. Buyurun, belə. Ancaq irəli gedin. Sağ olun. Məmmədov. Bəli. Mən necə direktoram? Əla. Allah bağlarını sağlasın. İsmailov. Eşidirəm. Bizdə heç olmasa orada azbest var. Azbest də yoxdur. 2 ildən çox da vermirlər. Vermirlər, əcəb edirlər. Ay qız. Bəli. Yanıma kim azbest üçün gəlsə, növbədən kənar bırak içəri. Sən kimsən ha? Mən Əliyevəm, prorabam. Siz adicə prorab deyilsiniz. Siz yenidən qurmanın prorabısınız. Azbest lazımdır. Qardeşimə sroçna azbest. Respublika Elmi Texniki Kitabxanasının şöbə müdürü Tamilla Hüseynова. В технической библиотеке в будущем году исполняется 60 лет. Но, к сожалению, ничего не изменилось в лучшую сторону для нашего коллектива. Уникальные фонды, которые располагает Республиканская научно-техническая библиотека, гибнут из-за отсутствия соответствующих условий хранения. Коридоры забиты литературой, подвалы используются под книгохранилища, фонды заливаются канализационными водами, полностью выведена из строя электропроводка. Пожарники неоднократно закрывали нашу библиотеку из-за нарушения правил пожарной безопасности. Постепенно поступающей литературы осталось всего 20 посадочных мест для читателей при статусе Республиканской научно-технической библиотеки. Hər yandan əlləri üzüləndə yapışıblar Allahın ətəyindən. Yəni ki, Mustafa Süfi küçəsindəki məscidi kitab anbarına çeviriblər. Kitablar indi məsciddə diqqətsizlik, baxımsızlıq üzündən böyük müvəffəqiyyətlə zay olub getməkdədir. Mirzə Fətəli Axundov adına Respublika Dövlət Kitabxanasının da köməyinə Nardaran məscidi çatıb. Onu da döndəriblər kitab anbarına. Xülasə, bu işi eləyən əmilər, dayılar bir güllə ilə 2 dovşan vurublar. Bu, necə deyərlər, həm o məscidlərə hörmətsizlikdir, həm də o kitablara.
Uşaqlar da bu işdə böyüklərdən dərs alıblar. Onlar da deyəsən kitab yazmağın təzə yolunu tapıblar. Vərəqləri cırıq-cırıq, səhifələri cızmaqara yazılarla körranan, saysız hesabsız kitablar da o uşaqların ədəbi, bağışlayın, ədəbsiz yaradıcılığının bəhrəsidir. Kitabları bugündə görən Nizaminin daş heykəli ağlayır, Nəsiminin yaraları sızıldayır, Sabirin ürəyindən qara qanlar axır. Bizim eldə həmişə kitaba, sözə, sənətə hörmət olur. Böyük qayğı ilə, məhəbbətlə saxlanan qədim kitablar bu hörmətə ən gözəl misaldır. O kitablar xalqımızın ağlından, düşüncəsindən, mənəviyyatından yadigar qalan yazılı abidələrdir. Yazıya pozu yoxdur, babalar belə deyib. Ancaq bugün vərəq-vərəq cırılan kitablara baxanda adamı şübhə götürür. Yazıya pozu varmı? Niyazi, gel dükkanı bağla. Eller yukarı. Erpenme. Eller yukarı. Ha, tez elə. Sesin çıksa özü ölmüş bir. Vur üstünü ver bura görüm. Pulları ver bura. Tez ol. Tez elə. Dolamısan bizi, pulları ver. Eşitmirsən? Hansı pulları? Sattığım malların pullarını deyirəm. Ver görüm. Ay səfir, ədə mal var ki sataqda. Heç olmazsa bir başınızı qaldırın o piş taxtalara baxın da. Görəsən cemaat bu nar şərabı niyə almır? Et var ki. Darıxma cüzələr. Yaxşı, yaxşı, yaxşı. Oldu, zəngləşib danışarıq. Yaxşı, oldu, sağ ol. Eşidirəm. Tofiq Hasanıç, dəmir yolçular tətilə başlayıblar. Я даже не знаю, как нам быть? Zibil daşıyanların maaşını azaldın, dəmir yolçuların bir o qədər artırın. Yaxşı, oldu. Eşidirəm. Tofiq Hasanıç, aviatorlar tətil ediblər. Zibil daşıyanların maaşını azaldın, aviatorların maaşını bir o qədər artırın. Vəssalam. Tofiq Hasanıç, çörəkçilər tətil edirlər. Nə olar? Belə elin. Zibil daşıyanların maaşından kəsin, çörəkçilərin maaşını o qədər artırın. Oldu. Tofiq Hasanıç, dəmir yolçular işə başladılar. Tofiq Hasanıç, təyyarələr uçdular. Tofiq Hasanıç, çörəkçilər də işə başladılar. Ura! Eşidirəm. Tofiq Hasanıç, indi də zibil daşıyanlar tətil ediblər. Zibil daşıyanlar tətil. Tofiq Hasanıç, indi bu zibilçilərin tətilindən yeniyir. Heç narahat olmuyor. Onlar tətil elədi. Eləmədi, adin çort. Onsuz da zibilin içində batırıq.
Bircə bu qalmışdı. Mən qorxuram. Qorxma. İndi zəng eləyərəm, kömək eləyərlər. Hey, kim var orada? Sakit olun, narahat olmayın. Mənə bax, düyməni basmısınız? Hə, hamısını basmışam. Çağırış düyməsini də basmısınız? Bəli. Vay vay, yaxşı, yaxşı. Biraz səbr eləyin, gedim bu dəqiqə Lifçini çağırım. Bu dəqiqə. Bacı, belə elə. Gəl görüm, tez ol. Lifçi gəldi. Belə elə bacı. Ha, kimdir orada qalan? Bu da sözdür. Nə fərqi var ya kimdir? Tez olun qapını açın. Ha, bırakın da bizi burada. Əzizim, mən heç də eləyə bilmərəm, qədəşim. Qapının açılması üçün bir dənə ehtiyat hissəsi lazımdır. Onu ki göndərmirlər. Yəqin yoxdur da olsa göndərərlər. Amma lift hərəkət edir ha. Hərəkəti başına versin. Daşığı bil ha. Bir mərtəbə qalx yuxarı. Orada bizim kantorumuz var. Yəqin o ehtiyat hissəsindən orada olar. Nə? Ehtiyat hissələri? Abalam, min dəvə sizə demişəm ki, bizdə ehtiyat hissələri yoxdur. Qalxın yuxarı, oradan taparsınız. Bir dəqiqə bağışla. Yenə sizi bura göndəriblər. Ehtiyat hissələri yuxarıda ola bilər. Neçə dəfə müraciət eləmişik. Sakit. Qapını nə üçün sındırırsınız? Heç əsəbləşməyin lazım deyil. Sizə ehtiyat hissəsi lazımdır. Aydındır. Bu saat deyim kimə müraciət etməlisiniz? Siz biraz yuxarı müraciət etməlisiniz. Cavanlar, narahat olmayın, təmkinli olun, emosiyalara qapılmayın. Sizin haqqınızda bizə məlumat verilib. Bakıda minlərlə nasaz liftlər var. Təmir eləmək üçün bugün sizin liftə növbə çatıb. Sizi təbrik edirəm. Düşün aşağı, liftçini çağırın, hər şey qaydasınız olacaq. Səbr edin. Dostlar, baxdınız gətirib. Ehtiyat hissələri gəlib, birazdan azad olarsınız. Bir daha. Düyməni basın. Buranın adı Günəşlidir. Özü də yeni Günəşli. Maşallah, uzaqdan baxanda elə bil New Yorkdur. Yaxınlaşanda isə ancaq yaxınlaşmaq mümkün olsa. Rəhmətli Bülbül sağ olsaydı, yeni Günəşliyə yolu düşsəydi, məşhur mahnısını belə oxuyardı. Əcəb qara gündədir mənim vətənim. Bu yolları Hasan düzəldəcəklər. Kim düzəldəcək qardeşi? Rüsor davam eləmir buna. Fabrika davam eləmir. Allah haq, özümüz pul yığmışıq, bu traktor tutmuşıq, özümüzdən bir şofirlər düzəlmişik bu yolu. Bu yollara bir dənə kişi bax. Burada dövlət nəqliyyat vasitəsinə NLO deyirlər. Budur, biri düzgün istiqamət götürmədiyinə görə yerə dəyib cızdağı çıxıb. Bir şikayət məktubunun izi ilə gəlib çıxdıq D massivindəki 28 nömrəli binanın təzə həvəs sakini Xuraman Nuqayın bir ətək pul verdiyi kooperativ mənzilinə. Mən bu evə köçəndə sözün düzü sevinmədim. Çünki qapını açıb içəri gördüm bu dəhşətləri ki, mən görəndən sonra inan ki, özüm iki qat dəhşətə gəldim. Mən evə köçməmişdən hələ 5 ay qabaq getdim evlər briqadirinin yanına, Namizədin yanına ki, Namizəd, gəl bu evə bax ki, turbalar xarabdır. O kişi turba da xarabdır. 9-dan ondan damır mənə. Namizəd gəl mənə demişəm düzəldəcəklər. Axırda mənə deyir ki, deyirəm sözümə baxmırlar da mən neyniyim? Bu mənim balkonda olan şkafımdır, hanımının polkaları. Bunları niyə yarımçıq ediblər? Bax, mənim bütün ərzağlığım, bütün bu yeyintim, əşyalım qalıb dairdə, paraxojuda, hamısı necə gəldi yığmışam. Maraq üçün bu massivdəki 40 binanın bir neçəsinə də baş çəkdik. Gördük ki, bütün binaların içi də, bayrı da elə bir gündədir. Yeri gəldi, gəlmədi deyirik ki, uşaqlar bizim gələcəyimizdir. Ancaq cidanı çuvalda gizlətmək olmur. Kör kör, gör gör. Bu binada yaşayırıq. Uşaqlarımız bu məktəbdə. Biz bura köçəndən 3 ildir kötmüşük burada, hələ də düzəlməyib. Uşaqlarımızı bax, kriyada aparırıq, o boy 282-yə, səfirliyi çəkirik. Soyuqda, qışda, qarda. Uşaqlar xəstələnirlər.
V massivində 10.000 nömrəli avtomat telefon stansiyası 1991-ci ilin iyununda təhvil verilməli idi. Yeni günəşli ilə vaxt-bi-vaxt əlaqə yaratmaq mümkün olsun. 92-ci ilin başlanğıcında Brigadir Adəm Babayevdən soruşduq ki, sən bilən bu iş nə vaxt başa çata bilər? Dedi, nə bilim ay qardaş, material sardan körlük çəkirik. Qabaqdan qış gəlir, sağlıq olsun, yaza çıxaq, görək neynirik. Bu binaların sədirləri və Suraxanı rayonu İstehsal İstismar İdarəsinin rəisi Zülfəli Süleymanov sınaq aparırlar ki, bəlkə bu zibilləri heç daşımağa ehtiyac olmasın. Bu da eksperimentdir. Mən Ağayev Faiz Sedəvoğlu, bu 19 nömrə binanın sədriyəm. Mənim əsas ölkələr güzərim şikayətim o Kamal Sağlıqlı İdarəsindəndir. Hansı ki, bu şikayət hamısı göz qabağındadır. Zülfəli də dedi ki, vəziyyət çətindir, maşın yoxdur, zibili ətəyimdə daşımayacam ki. Mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizim sən. Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizim sən. Gözəl Bakı, gözəl Bakı, gözəl Bakı. Bəli, Bakının gözəl çağları vardı. Səhər o başdan bu şəhərin küçələri, xiyabanları silinib süpürülərdi. Gün ortalar su maşınları ilə sərinlənərdi. Bu üzü qara dənizkənarı parkda gəzənlərin sayı hesabı olmazdı. Xüsusən gün əyildi mi, burada adam əlindən tərpənmək olmazdı. Burada boş skamya tapmaq xoşbəxtlik idi. Kim viran qoydu buranı? Heç kim. Özümüz eləmişik. Bu bizim hər günkü həyatımızın bir anıdır. Buna da biz öyrəşmişik. Daha doğrusu, buna bizi öyrədiblər. Özü də birdən-birə yox. Zərrə-zərrə, qram-qram bizi bu dərdə düçar eləyiblər. Ona görə buna heç əhəmiyyət də vermirik. Bu dərdin ağrısını hiss eləmirik. Elə bilirik, belə də olmalıdır. Allah rəhmət eləsin sənə, Sabir ata. Yerində demisən. Öz qövmümüzün başına əngəl kələfiz biz. Gəlin, əyri oturaq, düz danışaq. Düzü düz deyək. Əyrini həmmar deməyək. Bura kimin üçün düzəlir? Özümüz üçün, öz istirahətimiz üçün, balalarımızın əylənməsi üçün. Bəs niyə biz buna biganiyik? Burada yaşayış binası tikilməliydi. Yeri söküldü, ağaclar qırıldı, beləcə də qaldı. İndi yaxşıca zibilxanaya dönüb bura. Biz özümüzə əngəl-kələf olmaqdan əlavə, gələcəyimizə də indidən düşmən kəsilirik. Gələcəyimiz, sabahki xoş günümüz, balalarımızın xoş güzəranı deyilmi? Burada tikiləsi ev vaxtında başa çatsaydı, indiyə qədər neçə ailə mənzil ala bilərdi? Bu mənzillərdə də biz özümüz yaşayacaqdıq, qeyriləri yox. Bu evə baxanda adamın ürəyi açılır. Bilirsən ki, burada tam rahatlıqdır. Böyük də, kiçik də burada asudə nəfəs alır. Burada adam insan kimi yaşayır. Ancaq biz olanlarımızın da qədrini bilmirik, ona da biganiyik, qayğısına qalmırıq. Sığal verib əzizləmirik ki, bu bizimdir, bu get-gedə pisləşməsin, günü-gündən yaxşılaşsın. Qeyrilər fəxr eləyirlər ki, neçə ağac əkiblər, biz isə fikirləşirik ki, neçəsini sındırmışıq. Bunu erməni sındırıb getməyib, biz sındırmışıq.
Bu dəmir qurcuvaları da biz toxumuşuq. Özümüzü özümüzdən ayırmaq üçün. Bizə belə xoş gəlir. Çünki öyrəşmişik. Bunu balalarımıza da öyrədirik. Qoy onlar da həyatımıza öyrəşsinlər. Gələcəkdə əziyyət çəkməsinlər. Biz yeri gələndə uşaqlarımızın canına and içirik. Onların ayağına dəyən daş ürəyimizi ağrıdır. Ancaq onların qaçdı tutdu oynadıkları yerləri zəbt eləməkdən, söküb dağıtmaqdan usanmırıq. Orada avtostayanka, restoran tikməkdən xəcalət çəkmirik. Bu mənzərələr də bizə tanışdır. Qabaqlar inciyirdik, jekə-məkə zəng eləyirdik, yuxarılara şikayət yazırdı. Sonra başa düşdük ki, o bu neynəsin? Öz işimizdir də. Necə deyərlər, öz cəzandır çək balaş. Bakıda qaraj məsələsi çox müşkül işdir. Yalan doğru deyilənə görə 5-6 il bundan qabaq şəhərimizin baş bilənləri yığışıb, məşvərət eləyib. Yaponiyadan mütəxəssislər dəvət eləyiblər ki, şəhərimizdə bu məsələni həll eləsinlər. Onlar da gəlib, bu işə əncam çəkmək istəyiblər. Ancaq yenə biz mane olmuşuq. Demişik ki, gedin özünüzdə neynirsiz eləyin, biz buna öyrəşmişik. Maşını olan qapısındaca qaraj tikəcək, olmayanı qoyun quzu bəsləyəcək, mal saxlayacaq. Bakı gözəl şəhər olub, indi də gözəldir. Ancaq biz onu eybəcərləşdiririk. Öz şəhərimizdir də. Zavodda, fabrikdə, tikintidə və s. belə-belə işlərdə işləmək bizə sərf eləmir. Biz buna öyrəşməmişik. Biz öyrəşmişik asan yolla pul qazanmağa. Təki pul olsun. Tinlərdə, səkilərdə durub sigaret satmağı, saqqız, qənfet, mərməlat satmağı özümüzə ayıb bilmərik. Öz malımızdır. Özümüzdən alırıq, özümüzə satırıq. Qiymətlərini də gündən günə qaldırırıq. Kimin nə borcuna? Alan da özümüzünküdür də. Bahadır, bir gün almaz, 2 gün almaz, 3-cü gün məcbur olub alar. Canından bezar deyirlər ki, onsuz da bilirlər dükanlarda heç nə yoxdur. Mağazalara da biz vərdiş eləmişik. Bilirik ki, bomboşdur, amma giririk, baxırıq, çıxırıq. Mağaza müdürləri də gileylənirlər ki, bu soyuducuların işıq pullarını çatdıra bilmirlər. Dükanlarımızı belə görəndə ürəyimizdən ağrı keçir ki, yəqin heç nəyimiz yoxdur. Yox, varımızdır. Çəkiliş zamanı bir neçə müəssisədə olduq. Gördük ki, bəs qədər də olmasa, istehsal eləyirik. Yağ da, pendir də, vermişel də, çay da, şirni də, sigaret də və ilaxır və s. Məhsullar hara gedir, hamı bilir. Ancaq necə gəlib bazarlara, tinlərə, səkilərin üstünə çıxır, bunu heç kəs bilmir. Çünki bu işdə də biz ustayıq. Biri birinin sirrini açıb, çörəyinə bais olmaq istəmirik. Acınacaqlı mənzərə isə bizim aybımızdır. Bu barədə gərək danışmayacaq. Ancaq bu da bizim başımızın bir dərdidir. Yaddan çıxmasın. Bu dərdləri danışdıq ki, əlac edilsin. Dərd üstə dərd gəlməsin. Çünki bu dərdlər də bizim dərdlərimizdir. Özümüz də əlac eləməliyik. Vay o gündən ki, əlac edilməsin. Onda həyatımızı belə təhlükə gözləyir.
gəlib gedən onun gözəlliyinə heyrət edib. Elə biz özümüz də doğma şəhərimizin ürək açan simasına sevinmişik. Hərəsi özünə məxsus stildə olan bu zövqlə tikilmiş gözəl binalar, əzəmətli heykəllər, nəfis poçt kartoçkalarında Bakının simasını bütün dünyaya tanıtmışdır. Bu gözəllikləri kim yaradıb? İllərlə onların qayğılarını kim qalıb? Hər halda başqaları olmayıb da, özümüz olmuşuq. Bu da şəhərimizin bugünkü abidələri. Azərbaycan xalq artisti, bəstəkar Süleyman Ələsgərov. Dünyanın ən məşhur musiqi təbliği üzrə filarmoniyaların içərisində Azərbaycan Dövlət Filarmoniyasının özünün xüsusi yeri var. Özünün gözəl arxitekturası var. Filarmoniyanın elə bir vaxtı var ki, dünyanın ən məşhur ifaçıları, instrument çalanları, oxuyanları bizim filarmoniyanın həsrətində edilir. Çünki filarmoniyanın akustikası, onun görünüşü özü bir könül oxşayan bir abidə idi. Bəs bu gözəl abidəni bu günə kim salıb? Müslüm Mağamayev adına Dövlət Filarmoniyasının direktoru Rafiq Seyidzadə. Azərbaycan Dövlət Filarmoniyasının binası hələ 1912-ci ildə tikilib və o vaxtdan indiyə qədər burada əsaslı təmir oldu, əsaslı təmir keçirildi. Bilirsinizmi, Filarmoniyanın binasının vəziyyəti çox bərbad haldadır. Binanın özünü axar sularla mütəxəssislər deyirlər ki, yuyulub və bina özü çöküb. Binanın divarlarında çartdağlar var və bu çartdağlar çox təhlükəli çartdağlardılar. Burada hər vaxt, hər gün, hər an bir hadisə ola bilər. 3-4 ilin bundan qabaq Almaniyadan bura mütəxəssislər gəlmişlər və o mütəxəssislər dedilər ki, bu binanın 2 il bunun fəaliyyətinə vaxt vermişlər. Deyirlər ki, 2 ildən artıq bu bina durmayacaq və burada hər şey gözləmək olar. Yaxşı, Almaniyadan gəlib bunu görürlər, biz özümüz görmürük, görürük, ancaq qayğısına qalmırıq. Görəsən niyə? Bu yarımçıq qalmış binaların yaşı 15-i 20'yi keçib. Bu onkoloji mərkəzdir. Bu da göz xəstəlikləri mərkəzi. Bəlkə bunlar heç xalqa lazım deyil. Lazımdırsa bəs onları tikib təhvil vermək üçün nəyimiz çatmır? Gücümüz, pulumuz, ya vicdanımız. Bu bina isə cəmi bir ildə tikilib. Onu tikməyə güc də oldu, pul da oldu, vicdan da oldu. Hərçəndir ki, tikdirənlərə qismət olmadı. Ancaq bu göstərir ki, deməli, istəsək hər şeyi vaxtında özü də qabiliyyətlə görə bilərik. Bunlar da sizə çoxdan tanış olan mənzərələrdir. Bayaq gördüyümüz binaya köçənlər görəsən mühüm qlobal məsələləri həll eləyəndən sonra bu xırım-xırda işlərə də baş qoşacaqlarmı? Ya gözləyəcəklər, bunlar da mühüm qlobal məsələyə dönsün? Məsələn, şəhərdə epidemiya baş verə bilər. Kim deyə bilər ki, yox, olmaz? Bu da gigiyena və epidemiologiya mərkəzinin həyətidir. İstədik buranın başçıları ilə biraz söhbət edək. Ancaq öz həyətlərini belə görəndə daha onlarla danışmağa ehtiyac olmadı. Bu da bizim
bizim bugünümüz ve sabahımız pazar iktisadiyatı. Pazar var, nezaretsiz, ölçüsüz, biçimsiz. Sabir demişken ayalan, her şey satırım. Ancak neçə istəyirəm, necə istəyirəm, özüm bilirəm. Al bir azad değil, bozordu da. Pazar var, ancak iktisadiyet yoktur. Görəsən, həmişə burada satılan mallar nə oldu? Hamısı buradadır, pazarda. Burada hətta şəhərimizə yardım adı ilə gələn mallar da var. Kim kimədir, kimdir ölkənin bu çətin vaxtında belə şeylərə baxan? İşiniz dolu. Satın, ay bizimkilər. Alın, ay bizimkilər. Özünüz bilin, almazsınız, aç qalarsınız. Biraz təskinlik tapmaq, gələcəyə inamımızı artırmaq üçün biz şəhərimizin ən nümunəvi doğum evinə gəldik. Bakı Şəhər Səhiyyə İdarəsinin rəhbərləri Rəfail Mehdiyev, Nigar İbrahimova, Tamara Quliyeva. Tamara xanım. Hər il müayinə, hər il analiz edirik. Analiz göstərir ki, bu ilin 7 ayında doğulan uşaqların sayı 1270 nəfərə azalır. Bunu diqqətlə müayinə eləyəndə, analizini eləyəndə belə bir nəticəyə gəlirik ki, 7 anadan olmuş uşaqların 50%-i yarımçıq uşaqlardır. Yəni qadın lazımlı qida almadığına görə uşağı saxlaya bilmir, uşaq yarımçıq doğulur. 16-17 ildən sonra biz uçurum qarşısında olacaq. Çünki bu bizim millətimizin faciəsidir. Genofondu doldurmaq lazımdır, onun yeri boşluqdur. Çünki biz bu neçə ildə müharibə gedən illərdə doğuşun sayı bizdə çoxalmaqdansa daha da azalır. Bu sözlərə qulaq asandan sonra ümidimizi də itirdik. Ümidsiz də yaşamaq çətindir. Belə biz hara gedirik? Hər şeyi qaydaya salmaq olar. Tikinti yarımçıq qalıb, 5 ildən sonra başa gələr. Günahkar cəzalanacaq, başqası da ibrət götürür. Bəs telefon, bu bizim gələcəyimiz daxil. Eşidin və agah olun. Onu hələm-hələm qaydaya salmaq olmur, ay bizimkilər. Bunun üçün 10 illiklər, əsrlər lazımdır. Niyə biz bunu düşünmürük?